Astarada Xəzər dənizinin suyu hər keçən gün daha da geri çəkilir. Geri çəkilmə nəticəsində yaranan quru sahələrdə isə yeni infrastrukturun qurulması məsləhət görülmür. Cəngəllik və bataqlığı xatırladan bu ərazilər əslində tədricən Xəzər dənizinin Astara sahillərində geri çəkilməsi nəticəsində formalaşan yeni flora sistemidir. Quruyan sahil boyu ərazilərdə tədricən fərqli bir ekosistem yaranır. Bu ərazilərdə hazırda müxtəlif bitki növləri, hətta hündürlüyü bir neçə metrə çatan ağaclara da rast gəlinir. Cəmi bir neçə ildə burada onlarla bitki növlərinin əmələ gəlməsi, təbii bərpa proseslərinin və ekoloji ardıcıllığın nə qədər sürətli baş verdiyini göstərir. Maraqlı məqamlardan biri də bitki örtüyünün sıxlaşması və bu əraziləri köçəri quşlar üçün cəlbedici etməsidir. Xəzər dənizinin sahil boyu ərazilərində qurma prosesi davam edərsə, yaxın gələcəkdə bu yerlər köçəri quşların kütləvi miqrasiya məkanına çevirə bilər. Çoxlu yağışlar yağır, indi qar havasıdır, qar da yağır. Xəzərin suyu qalxmır ki, qalxmır. Əksinə elə yenə də geri çəkilir. Xəzər dənizinin geri çəkilməsi əsasən onun dibində baş verən tektonik proseslərlə bağlıdır. Tarix boyu dənizin səviyyəsində artım və azalmalar dəfələrlə müşahidə olunub. Və hal-hazırda Xəzər dənizinin cənub hissəsində, xüsusilə Lənkəran çökəklik hissəsində çökmə prosesi davam edir. Xəzər dənizinə yağıntılarla bağlı, iqlimlə bağlı daxil olan sular tektonik proseslər nəticəsində baş verən dəyişiklikləri kompensasiya edə bilmir. Mütəxəssislərin fikrincə bundan sonra çaylarda suyun artımı müşahidə olunsa belə, Xəzər dənizinin səviyyəsinin qalxmasına ciddi təsir göstərməyəcək. Hesablamalara görə analoji geri çəkilmə prosesinin 2040-cı ilə qədər davam edəcəyi gözlənilir. Rövşən Almasoğlu, Günəş Rızayeva, Space Xəbər, Astara.